Davranışla bağlı olan növbəti nəzəriyyəmiz isə Rosqrinin əməkdaşlıq və proaktiv həllərdir. Əslində bu nəzəriyyə, belə deyim də, nəzəriyyə deyəndə də bu mövzuyla biz demək olar ki, müxtəlif təlimlərdə tanış olmuşuq. Heç də bizə yad olan bir məqam yoxdur. Rosqrin nə deyir? Deyir ki, şagird davranışının idarə edilməsi ilə bağlı müxtəlif yanaşmalar var. O da şagirdlərin əməkdaşlıq və proaktiv həlləridir. Yəni, əgər hər hansısa bir problemli situasiyaya rastlaşarsa, bunu əməkdaşlığa əsaslanaraq danışıb qarşılıqlı müzakirə əsasında aradan qaldırmaq mümkündür, əlbəttə ki. Rosqrin yanaşmasına görə şagirdin əgər hər hansı bir problemi varsa, problemli situasiya yaranırsa, bu iki səbəbdən ola bilər. İki səbəb. Bir, tələb olunan bacarıqların lazımı səviyyədə olmamasıdır. Bir də həll olunmamış problemlərdir. Bax, məsələn, deyək ki, sən nəyəsə nail olmaq istəyirsən, qazana bilmirsən, o qədər bacarığın yetmir də, kifayət deyil. O zaman sən əsəbləşirsən, özünə dərd eləyirsən və bu zaman sənin problemin ortaya çıxır. Deməli, sənin o problemli situasiya yaranmağın səbəbi, problemli məqamın əsas səbəbi nədir? Lazımı dərəcədə sənin bacarığın yoxdur və həll olunmamış bir problemi ortaya çıxardır. Və bunu da aradan qaldırmaq üçün deyir ki, problemləri müəyyənləşdirmək, onların həll yollarını tapmaq, nəticə etibarilə birgə çalışaraq bunu aradan qaldırmaq olar. Və bu yanaşmada əsas 3 addım var ki, onu diqqət yetirsək, yaranan problemi, qarşılaşdıq problemi aradan qaldıra bilərsə məqsədə uyğun şəkildə. Ən vacib məqamlardan biri nədir? Empatiya qurmaqdır. Empatiya qurmaq nə deməkdir? Başqasının keçirdiyi hisslərdən xəbərdar olmaqdır. Sən onun yerinə olsaydın nə edərdin? Ümumiyyətlə, empatiya qurmaq, gəlin belə razılaşaq da, həyati bacarıqdır. Əgər bu günləri bizim empati hissimiz varsa, problemli situasiya ilə qarşılaşsaq belə, onu tez, çox qabartmadan aradan qaldıra bilərik. Mən onun yerində olsaydım, ona bu qədər aqressiv şəkildə davransam, o nə edərdi? Empati hissi nədir? Başqasının hissindən xəbərdar olmaqdır. Sonra problemi müəyyənləşdirməkdir. Çünki sən hər hansısa bir problemin varsa, onu müəyyən etməlisən. Çünki şagirdin problemli davranışına təsir edən xüsusi məsələlərin müəyyən edilməsini əhatə edir. Yəni, sən problemin nədirsə, onu müəyyən etməlisən, bilməlisən ki, bunu aradan qaldırmaq üçün nə etmək lazımdır. Daha sonra isə əməkdaşlıq. Çünki biz demişik ki, həmçinin fəaliyyətlə bağlı olan səriştələrdən biri də əməkdaşlıq idi. Birgə çalışaraq baş verən problemləri aradan qaldırmaq, əməkdaşlıq etmək, həm real, həm də qarşılıqlı olaraq qənaət bəxşdir. Çünki yaranan problemi aradan qaldırmaq üçün birgə çalışaraq bunu aradan qaldırmaq olar. Yəni, Rosqrin nə deyir? Deyir ki, hər hansısa bir problemli situasiya ilə sən rastlaşa bilərsən. Bunun əsas baş vermə səbəbi ondan ibarətdir ki, hər hansısa sənə tələb olunan bacarıq var, qarşıya qoyduğun hədəf məqsədi var, sən onu lazımi səviyyədə həyata keçirmək üçün o potensialın yoxdur və bu zamanda həll olunmamış problemlərin ortaya çıxır. Və bunu da aradan qaldırmaq üçün empati qurmalısan, daha sonra problemi müəyyən etməlisən ki, hansı problemin var, bir də əməkdaşlıq, birgə çalışaraq bunları aradan qaldıra bilərsən. Həmçinin Rosqrin yanaşmasına əsaslansaq, baş verən davranış problemləri uşaqlara bir neçə yolla tətbiq oluna bilər ki, onları tətbiq edərkən də diqqət yetirəcəyim vacib nüanslar var. Dəstəkləyici mühit ümumiyyətlə olmazsa olmazdır. Sağlam psixoloji mühit, şagirdlərə söz haqqı vermək, onların fikrinə hörmət etmək, fikir mübadiləsi aparmaq. Həmçinin valideynlər və müəllimlər şagirdlərin uğur qazanması üçün düzgün istiqamət verməlidir. Yəni, kök gəlib dəstəkləyici mühitdə öz əksini tapır. Çünki sən sağlam psixoloji mühit yaratsan, dəstəkləyici mühiti həyata keçirsən, istənilən problemləri aradan qaldıra bilərsən. Sonra isə ikinci addım problemin həllinə diqqət yetirmək lazımdır. Çünki davranış çətinlikləri, bacarıq çatışmazlığı yaşayan şagirddən gözləntilərin onun bacarıqlarından üstün olması bir faktına çevrilə bilər.
Yəni sənin gözləntin şagirdin edə biləcəyi çərçivədə olmalıdır. Yəni məsələn mən 100 bal istəyirəm, sən get 100 bal göstər. Yox, onun potensialı nəyə çatırsa, o nəyi edə bilirsə, ona uyğun onu istiqamətləndirmək lazımdır. Üstəgəl də əgər xoşagəlməz davranış sərgiləyirsə, onu cəzalandırmaq, nəyisə əlindən almaq əvəzinə sağlam psixoloji mühit yaradaraq düzgün dildə, düzgün münasibətlə yaranan problemi aradan qaldırmaq daha məqsədə uyğun faktordur. Nəinki cəza tətbiq edib nəyisə almaq. Ən vacib məqamlardan biri də diqqətini qarşı tərəfə fokuslamaq. Çünki şagirdlərlə işləyərkən insan hisslərini cilovlamaya bilər. Bu zamanda emosional hisslərimiz çox önəmlidir. Rasional şuur, zəka ilə əlaqələndirmək məqsədə uyğun faktordur. Çünki emosiyaları düzgün şəkildə tənzimləyərsənsə, baş verən problemləri aradan qaldıra bilərsən. Ona görə səbirli, təmkinli şəkildə yanaşmaq məqsədə uyğundur. Yəni Green nəzəriyyəsi haqqında, ay müəllimə, mən nəyi bilim? Sanki bir söz yoxunu deyirsən. Deyirəm, bil ki, burada problemli situasiya var. Ona görə problemli situasiya var ki, şagirdin potensialı yetmir, gərəksizdir potensial. Yetərli deyil o problemi aradan qaldırmaq üçün. Bunun üçün də sən empatiya qurmalısan, problemin nə olduğunu müəyyən etməlisən, əməkdaşlıq da olmazsa olmazdır. Və bu kimi addımları həyata keçirdərkən dəstəkləyici mühit, problemin həllinə diqqət, emosional tənzimləməni mərkəzdə saxlamaq önəmli faktorlardan ibarətdir ki, hər hansısa bir problemin aradan qaldırılması ilə bərabər şagirdlərlə əməkdaşlıq zamanı çətinliklə rastlaşa bilərsən, o zaman emosional tənzimləməyə sabitlik göstərməlisən, yəni hissləri cilovlamağı bacarmalısan ki, bu kimi problemləri aradan qaldırmaqda çətinlik çəkməyəsən. Əziz müəllimlər, istədim qısa olaraq da proaktiv həllərlə bağlı da müzakirəni sizin nəzərinizə çatdırım. Az da olsa sizə faydam toxundusa, nə xoş mənə.